Aziz halkımızı, dünya lideri, nəhəng liderimiz, bütün dünya Azərbaycan prezidentindən bu dəqiqə danışır. Bütün dünyaya səs saraq saldı cənab prezidentimiz. Bütün dünyanın gözləri Azərbaycandadır bu dəqiqə. Çünki Azərbaycan prezidenti necə olar ki, COP29 Azərbaycanda o boyda nəhəng dövlətlərdə keçiddi Azərbaycanda. O budur, nəhəng liderimizin apardığı siyasət, müdrik siyasət, Heydər Əliyev siyasəti, böyük alovlu siyasətdir. Heydər Əliyev siyasəti, alovlu siyasətdir. Onun qabağında heç bir ölkədə yana bilməz. İlham Əliyev cənablarının qabağında heç bir ölkədə yana bilməz. Çünki cənab prezidentimiz bir nömrəli nəhəng liderdir. Boy ölkənin prezidentlərindən də sözünü deyən prezidentdir. 44 günə müharibəsini bitirən prezident bir nömrə dünyada prezident seçildi. 100 dənə prezidentin içində Azərbaycan prezidentimiz bir nömrə lider seçildi. Budur. Azərbaycan prezidentinin, müdrik liderin apardığı siyasət budur. Əziz xalqım, 44 günə müharibəsini bitirdi. Ermənistanı biz söktürdü. Onun havadarlarıyla da mübarizə aparır. Ermənistan'a mübarizə aparır. Fransa'nın onun havadarlarına mübarizə aparır. Azərbaycan içindəki o qara qüvvələrlə mübarizə aparır. Bu lider belə olar. Təkinə Azərbaycan xalqını ayaqüstə saxlayıb, sağ olsun cənab prezidentimiz ki, bu cürə biz Azərbaycan xalqına bu cürə sayğı, hörmətlər, saygılar Azərbaycan xalqına. Biz bugünkü günü Azərbaycan xalqı yaşayır. Bugünkü günü biz yaşayırıq. Kimin sahasında? Müdrik liderimiz, cənab prezidentimiz İlham Əliyev cənablarının sahasında biz bugün yaşayırıq. Çünki bugünkü günü bizim Azərbaycan xalqı bir manalı bilməlidir ki, bizi Azərbaycanın xilaskarı cənab prezidentimiz İlham Əliyev cənablarıdır. Nəhəng liderdir, nəhəng lider. Bütün dünyada sözünü demiş prezidentdir. Avropa bu dəqiqə Azərbaycan prezidentindən məsləhət alır. Nəhəng dünyanın prezidentlərindən görsən, Rusiyanın prezidenti Vladimir Putin Azərbaycana gəldi. Fikir verin. Azərbaycan prezidentindən görüşdü. Bəli, bəzi məsələlər var. Məsləhət aldı. Görsən, bu lider belə olar. Bütün dünyanın prezidentləri Azərbaycana bir-biri gəlir. İran prezidenti bu yaxınlarda gələcək Azərbaycana. Qazaxıstanın prezidenti Azərbaycana gələcək. Budur, kontraktlar imzalanıb. Cənab prezidentimdən məsləhət alır, kontraktlar imzalanır ki, Azərbaycan gələcək üçün Azərbaycanda böyük bir sənayilər tikiləcək, zavodlar, fabriklər, iri, nəhəng bütün dövlətlər ki, sarma yatışdırır. Bax, görün Azərbaycan liderinin apardığı siyasət, görün Azərbaycan xalqı necə işıqlı yola gedir. Çünki biz işıqlı yola, cənab prezidentimizlə biz gedirik, işıqlı yol. Bizi ancaq işıqlı yol gözləyir. Əziz xalqımız cənab prezidentimizə dəstək olaraq qabağa gedirik. Ancaq cənab prezidentimizlə Heydər Əliyev ailəsi Azərbaycanda bir nömrəli nümunəvi ailət. Mən özüm şəxsən Heydər Əliyev ailəsindən nümunə götürmüşəm və ona da gedirəm. Bəli, Heydər Əliyev ailəsi bir nömrəli nümunəvi ailədir. Dünyada bir nömrəli nümunəvi ailədir. Biz o Heydər Əliyev ailəsindən şəxsən bizim ailəmiz o ailədən nümunə götürmüş, ona gedirik. Bəli. Əziz xalqım, siz özünüz də bilirsiniz ki, Azərbaycan xalqı bu da yaxın günlərdə dekabrın 15-də o cənab prezidentimiz pul ayırdı dekabrın 5-də. 15 milyon kasıb təbəqələr üçün, işindən çıxan vətəndaşlar üçün, işləməyən vətəndaşlar üçün ən aşağısı 400 manat. Gedin məşğulluq idarəsindən keçin. Mən bunu deyirəm sizə. Gedin məşğulluq idarəsindən bu dəqiqə keçin, qeydiyyatdan keçin ki, sabahı bizim öz ailəmizdə şəxsən cənab prezidentin ayırdığı 15 milyon manatdan öz şəxsi büdcəsindən 15 milyon pul ayırdı. Bu yaxınlarda dekabrın 5-də sənəd imzaladı. Öz şəxsi büdcəsindən, Heydər Əliyev fondundan, prezidentin fondundan 15 milyon kasıb biz üçün ayırdı da. Biz Azərbaycan xalqı gözəl yaşamağımız üçün. Əziz xalqım, özünüz də bilirsiniz ki, cənab prezidentimiz təkdir. Biz onun yanında olmalıyıq, biz ona dəstək olmalıyıq. Əziz xalqım, Heydər Əliyev cənabların yadigarıdır. Bizim müdrik liderimiz, Azərbaycanın döyülən ürəyi, Azərbaycanımızın fəxri, bütün dünyada sözünü demiş prezidentimizdir. Bütün dünyada sözünü demiş prezidentimizdir. Prezidentimizə dəstək olar. Heydər Əliyev cənabları bizim çalışan beynimizdir. İlham Əliyev cənabları bizim döyülən ürəyimizdir, əziz xalqım. Biz cənab prezidentimizə dəstək olar və cənab prezidentimizin yanındayıq. Mən Lənkəran sakini Rəşad Əliyev öldü və döndü yoxdur bu yoldan. Son nəfəsimizdən cənab prezident dəstəklədim. Bütün dünyaya düşüm, mənim bütün çıxışlarım gedir. Bu yaxınlarda da əziz xalqıma bir də şad xəbər verirəm ki, Rusiyanın RTN kanalında yayınlanacaq. RTN 1 kanalında yayınlanacaq. Mənim çıxışlarımı izləyirsiniz yaxın günlərdə əziz xalqım. Cənab prezidentimizə dəstək olayım. Çünki cənab prezidentimizlə biz işıqlı yola gedir. Bizi qutarsa, Azərbaycan xalqını qutarsa, cənab prezidentimiz bu ağır baladan qutarar. Siz özünüz də şahidsin, cənab prezidentimiz hər cür Azərbaycan xalqımız üçün işlər görüb, yenə görəcək.
müharibədən çıxmışıq. Cənab prezidentimiz nə lazımdır kömək edəcək. Baxdığınıza görə əziz xalqıma təşəkkür edirəm. Cənab prezidentə dəstək olun. Eşq olsun Azərbaycan xalqına. Sağ olsun, var olsun əziz xalqım.